Qəbul testinin izahı ilə davam edirik. Uyğunluğu müəyyən edin. İkinci vaçe, üçüncü Mömin Vaçaqan və Asvagenə aid olan hadisələri götürəcək. A variantı: Sasanilərin müttəfiqi kimi ərəblərə qarşı döyüşməsi. Bu heç birinə getməyəcək. A olan variant yanlışdır. Harada A varsa yanlışdır. 2-də A var və 3-ə A yazıblar. Deməli 2, 3 D variantı yanlışdır. Və qalırıq A və Y variantlarının arasında. Yeni Alban yazısının yaradılması gedəcək Asvagenə. 3-ə B. Paytaxtın yeni şəhərə köçürülməsi gedəcək ikinci vaçeyə. Çünki 444-cü ildə ikinci vaçe paytaxtı yeni şəhərə, yəni Qəbələdən Bərdəyə, Partava köçürmüşdü. Aşağıdakılar sülaləsindən olan sonuncu Alban hökmdarı olması isə Mömin Vaçaqana gedəcək. 3-ə isə D variantı. Sasanilərə qarşı azadlıq mübarizəsinin rəhbərlik etməsi isə Y variantı gedəcək 1-ə, yəni ikinci vaçeyə. İkinci vaçe 457-ci ildən 463-cü ilə qədər Sasanilərə qarşı xristianlığı yaymaq naminə, eyni zamanda Sasanilərin tərkibindən çıxmaq üçün üsyan etmişdi. Lakin üsyan yatırılmışdı. Asvagenin yaşadığı dövr isə 5-ci əsrin birinci yarısıdır. O da yeni Alban yazısı yaratmış və Alban dilinə tərcümə etdirmişdi. Suriya və Arami dilində olan kitabları, eyni zamanda uşaqları da məktəbə cəlb etmişdi. Variant olaraq isə olacaq A variantı.